Evet, salam uşaqlar. Bəli, düz gördünüz. Başlıq və kapak fotoğrafı düzgündür. Yəni YouTube buraxma qərarı almışam. Çünki niyə? Çünki o boyda əziyyət çəkirəm. O boyda video çəkirəm, əziyyət çəkirəm, onu montajlayıram, YouTube atıram. Amma yəni çox az izlənən videolar. Hətta keçən həftə bir video paylaşdım. Düzdür, biraz gec paylaşdım. 19 Noyabrda paylaşmalıydım. Bu arada xəstəyim, səsimdən ona görə belədir, üzr istəyirəm. Paylaşdım, izlənmədi. Buraxma səbəbim də elə budur. Yəni o boyda əziyyət çəkirəm, o qədər montaj eləyirəm, amma izlənmir. Əməyimin qarşılığını alamıram. Bu kanalı açma səbəbim İlkin Feyziyev idi. Onun kanalına baxıb həvəslənib açmışdım. Hobi olaraq edirəm, düzdür, bu YouTube videosunu. Mən çünki xoşum gəlir YouTube video çəkməkdən. Amma yəni çəkirsən, montaj eləyirsən, paylaşırsan və görürsən ki, sıfır izlənir, bütün həvəsin ölür. Bütün həvəsim öldüyünə görə də artıq YouTube'u bırakma qərarı almışam. Öpürəm sizi. Son videomuz budur. Sağ olun, salamat qalın. Təbii ki, yalan idi uşaqlar. Mən heç YouTube bıraxaram, uşaqlar. Olsun izlənmərəm azdır. Nə olsun o boyda əziyyət çəkəcəm, montajlayacağım, izlənməm azdır. Əməmin qarşılığı alamam. Amma yəni problem yoxdur. Bu gün dostlarıma YouTube bıraxıram deyəcəm və görüm tepkiləri nə olur. Alo. Alo. Merhaba. Nəsən bura? Akşam sana sen içsin. Axşam. Ay, sən bir şey deyəcəm. Sən mən YouTube videolarıma baxırsan da, hə? Ha. Ay, mən YouTube'u bıraxma qərarı aldım. Niye? Görmürsən, o boyda video çəkirəm, editləyirəm, zad deyirəm, yəni sıfır izlənmir demək olar. Şeyle. Sponsorluq elə. Sponsorluq gərək mən nə qədər abunəm gəlsin ki, mənə Gmail-imə sponsorluq zad gəlsin ki, oradan elə video paylaşım, sponsorluq olsun. Yəni belə başqa cür alım. Ne anlatıyorsun be abla, gözünü seveyim be abi. Ay, bugünkü videonun konusu şey idi. YouTube bıraxıram dostlarıma, mırtdaşıram zad. Sənin tepkin görüm nə oldu? Videoda sən. Səsimin yansımasına tema tutmuşdu bilirsən. Yok ya. Neyse, davay. Uşaqlar gördünüz, birinci dostumazdan gəldi. Düzgün tövsiyələr vermirlər ki. Deyir ki, get bot vur, teklə bot vur. Bot vuracam nə oldu Zeykiyə? Keçək digər dostuma. Necəsən ürəyim? Sağ sen ne alsın dedi. Yaxşıyam da mən də. Sən çıxış eləyəcəkdin, nə oldu? Bir mikrofona vermişsən. Ha, mikrofonda deyil, komputerdən yığmışam, ona görə elədi. Nəsə, bura bir şey deyirəm sənə. Mən YouTube videolarıma baxırsan da, yəni arada olsa baxırsan da. Ha, ne oldu ki? Nə bilim, YouTube bıraxma qərarı almışam. Səncə bıraxım ya yox? Valla benden olsa marağın varsa devam elə. Marağın yoxsa bırak ha. Bırakmaq istəyirsən bırak. Maraqla video çəkirəm, keyfim düşür, riski video çəkmək istəyirəm. Video konusu zad tapıram, editləyirəm, YouTube'a paylaşıram, amma yəni əziyyətimin qarşılığını alamıram da. Yəni sıfır izlənir. Maksimum 5-6 izlənir. Başda ham deyil oldu da, Demar. Məsələn, mən marağım yox dedəcək, heç girişməmişəm. Yəni, neçə yaşım var ki, 16 yaşım zat var da, həm ona elə maraq düşür. Deyə bilmərəm ki, sən burada axırda bir şey qazanasın da, çünki çətindir. İndidən motivasiya pozma, nə pis yorumlar dolasıdır, özü, nə bilim, pis səhət dolasıdır, qəşən video çəkə də bilməyərsən, fikrin də yaxşı olmaya bilər, amma özün üstünə qoydan da asla bildir nə deyirəm. Başa düşdüm. Bilirsən, ailən də dəstək olur da, sana belə o tərəfdəki icazə verirlər də. Nəysə, brat, sən də videoya düşdü. Öpürəm. YouTube bıraxıram adlı dostlarımın tepkisini yoxlayıram, elə bir şey idi. Sən də düşdün videoya. Hiss elədim sən elə video zat çəksən. Amma ya halal olsun, qəşəng motivasiya verdi də. Öpürəm. İnşallah yaxşı olar. İnşallah. Öpürəm, sağ ol. Matı. Dostun adı Nurlandır, aktyorluq akademiyasında tanış oldum. Gördünüz mü, qəşəng motivasiya verdi. Görün başqa kimə zəng eləyirik, gedək. Ulan haqqı pis olacaq. Zənci at da, zənci at. Nəsən bura? Alo, Nəsən bura? yaxşısan sən? Yaxşıyam. Sən mən YouTube videolarıma baxırsan da arada, hə? Hə, baxamam da, nə olub ki? Nə bilim, YouTube bıraxma qərarı almışam, səncə nə edeyim? Məncə buraxmadın, niyə? Niyə? Çünki onsuz az baxılacaqsa dinləyəcək. Nə qədər çağırsan bir əziyyətin qarşılığı çıxacaq onsuz. Yəni tez-tez atmısan, bunu atmısan və az adam baxır da. Yəni nə qədər əziyyət çəksən qarşılığı çıxacaq onsuz da. Yəni vaz keçmə, bir işdən vaz keçmə. Burada YouTube'a nə demək istəyirsən?
YouTube çəkirəm. Videonun da adı konusu tepkilərini yoxlayıram. İndi YouTube'a nə demək istəyirsən? Yəni demək istəyirəm ki, heç vaxt öz arzularından vaz keçməsinlər. Dostumuza dedi ki, yəni düzdür ya, hamısı əslində eyni şey deyil. Yəni kanal təzə açmışam, təzə açmışam, bəlkə az izlənir zət. Amma yəni hər əziyyət çəkdikcə kanalım böyüyəcək inşallah. Keçiyor birisi dostumuza. Yaxşı. Ay, görüntünü yazsa. Sən mən YouTube videolarıma arada baxırsan da yəqin ki, hə? Hə. Mən yəni YouTube buraxma qərarı almışam. Səncə nə edeyim? Niyə buraxırsan ki? O boyda video çəkirəm, əziyyət çəkirəm, editləyirəm, YouTube'a paylaşıram. 16 saat əvvəl paylaşmışam, hələ 4 izlənib. Bir dənə video məsələn. Bütün videolarım az izlənir. Yedim pul vur da. Bazen bot vursam zibilə çıxacaq da. Var yox. YouTube'a video çəkirdim ki, YouTube buraxıram, dostlarımın tepkisi nədir də? Baxıram. Bu dostumuz da o birisi Raul kimi dedi ki, bot vur. Necəsən? Yaxşıyam, sən necəsən? Allah xəstələnmişəm pisəm. Ay, söz deyirəm, sən mən YouTube videolarıma arada baxırsan da yəqin, hə? Hə. YouTube buraxma qərarı aldım, səncə nə edeyim? O boyda əziyyət çəkirəm, editləyirəm, paylaşıram YouTube-a, amma izlənmir də, az izlənir. O şey daha, o idi. Konuş artık. O dediğin səhvişə getməyəcək, o sizlərləşmək lazımdır. Bilirəm. Prosta hamı elə deyir ki, təzə açmısan, əlləşmək lazımdır ki, biraz çabalayacaqsan, sonra yavaş-yavaş izlənmələr çoxalacaq zat. İndi bilmirəm də nə edeyim, buraxım ya buraxmayım. YouTube'a bir dənə salam dinən. Nə demək deyək? YouTube'u buraxıram deyib, dostlarımın tepkisini ölçürəm. Görüm nə edirlər, nə edəcəklər, nə cavab verəcəklər. Mən də deyirəm baxacaqlar, bilirsiniz, yankı edir. Etlər, versinlər, abunə olsunlar, izləsinlər, yorum eləsinlər. Bəli, gördünüz uşaqlar. Nəysə, öpürəm səni. Yaxşı. Sağ ol. Uşaqlar, bu dostumuz da məktəbdən uşaqdır. Dedim, qoy zəng eləyim, bir soruşum da. Keçək o digər dostumuza. Ətərsən, yetim. Yaxşıyam, sağ sənə. Yaxşıyam. Ay, söz deyirəm, sən mən YouTube videolarıma arada baxırsan da, hə? Allah, indi şeydir, mən YouTube buraxma qərarı almışam, səncə nə edeyim? Nə bilim, nə qədər xərcdir? 231 abunəm var, amma yəni 231 də yox, 238 idi, 4 idi, elə bir şey. İndi yavaş-yavaş qalxır da bilmirəm indi. Amma sən necə, video çəkirəm, editləyirəm, YouTube paylaşıram, amma az izlənir də, bilmirəm nə edeyim. Hayırdır? İndi sənə də söz deyirəm ki, bir daha YouTube'a salam dinən, çünki bu videonun konusu şeydir. YouTube buraxıram deyib, dostlarımın tepkisini ölçəm, görüm nə edəcəklər. Öpürəm səni, maçı. Söz deyirəm, bura bax. Eşidirəm. YouTube'a da qoymayırsan, mən xərcdir. Ne diyor bu? Digər dostlarımız kimi bu da deyir ki, panel vur. Amma təbii ki, mən panel vurmayacağım uşaqlar, yavaş-yavaş kanalımın qalxmasını gözləyəcəm. Bu deyir ki, səsimi YouTube'a qoyma. Pislik yapacağım. Necəsən, brat? Yaxşıyam, sən necəsən? Sən mən YouTube videolarımı izləyirsən də, hə? Hər izləyirəm. Ay, söz deyirəm, mən YouTube buraxma qərarı almışam, səncə nə edeyim? Niyə alma? Bax, o boyda video çəkirəm, editləyirəm, YouTube'a atıram, amma sıfır izlənir, ona görə əsəbləşirəm, bilmirəm indi nə edeyim. Həmid başladı shorts videolar atmağa. Həmid kanalı 1K olanda Həmid shorts atmağa başladı. Hə. Bax tutdu bütün videolar. Biri 10 milyon izləndi, biri 7 milyon. Məndə maksimum 10 min izlənib. Dən buradan YouTube'a salam dinəm. Videonun konusu YouTube buraxıram, dostlarımın tepkisinə baxıram. Abone olsunlar da. Neyse uşaqlar, videomuz bura qədər idi. Like atmağı, abunə olmağı unutmayın, bildirim tuşunu açmağı unutmayın. Xəstə almanız sizin üçün video seçəcəm uşaqlar. Bir də aşağıdan like atarsınız da. Öpürəm sizi. Sağ olun.